Bakıda 21, bölgələrdə 25 dərəcə isti olacağı gözlənilir. Günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Belə ki, aprel ayının ilk gününün havasını diqqətinizə çatdırırıq. Belə ki, 31 mart tarixidir və Milli Hidrometeorologiya Xidmətinə istinadən gündəm xəbər məlumat verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq və cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz isə 16-21 dərəcə isti olacaq. Nisbi rütubət isə 75-85% təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacaq. Bəzi yerlərdə isə havanın temperaturu dağlıq ərazilərdə 18 dərəcəyə qədər yüksələcək.